Hər kəsə salamlar. Real həyatdan bir hadisə danışım. Bir qadın öz uşaqlarını əvvəl Türkiyəyə, sonra Avropaya göndərmək istəyir və bunu mən yaxın insanlarla söhbətdə dilə gətirəndə, məsələn, ərinin cani dildən dost dediyi insan çox soyuq reaksiya verdi. Əksinə elə bil həvəsdən salmağa çalışdı. Yəni Türkiyə nəyə? Yəni heç bir fikir söyləmədi. Başqa vaxtı elə bil ki, ağıllı Yunan alimləri kimi, filosofları kimi danışan adam. Qadının da yaxın qohumu, yəni özünü güya ki, yaxşılıq istəyən sanır. Qadına dedi ki, bəs Avropaya uşaqları göndərsən xaricə, özün tək qalıb darıxmayacaqsanmı? Amma zaman keçdi, çox zaman da keçmədi. Biraz keçdi, qadın eşitdi ki, o ərinin dostu öz nəvəsini Türkiyəyə göndərib. Biraz zaman keçdi, qadının həmin yaxın qohumu da öz uşaqlarını xaricə göndərdi. Və sən onlara desən ki, bəs siz belə deyirdiniz, biriniz Türkiyəyə yaxşı reaksiya vermədiniz, heç bir xeyirli olsun, yaxşıdır demədiniz. Digərinə desəz ki, bəs necə oldu, sən tək darıxmırsanmı? Xeyri yoxdur, belə insanlara söz deməyin. Boşuna, əksinə siz günahkar olacaqsınız. Sadəcə diqqət edin və belə dostlardan, belə qohumlardan uzaq durun. Çünki onlar təkcə sizin həyatınızı yox, həm də uşaqlarınızın həyatını zəhərləyəcək. Əsl dost, əsl qohum isə odur ki, sən nə isə işə qalxışanda, yeni bir işə sənə desin, yaxud yeni bir nələrsə edəndə sənə desin ki, mən sənin yanındayım. Başla, uğurlu olsun, xeyirli olsun. Mız qoyan insan isə paxıl insandır.